Herkese salam kızlar, necəsiz? Deməli bugün yenə həftə sonudur. Böyük ehtimal ki bu vlogumuzla dünənki vlogumuzu birləşdirib ikisini bir yerdə vuracağım. Biraz qısa vlog olmasın deyə həftə sonu bizdə adətdir ki Məryəm xanımı ayırırıq vaxtımızı. Çünki deyirəm amma bütün həftəni məktəbə gedirəm. Kızlar bugün mən bakımlar alacağım təzə. Onu da çəkərəm. Hə, bütün həftəni məktəbə gedirəm. Həftə sonu mən apar gəzməyə. Mən istirahət olsa da, eləyim. nə olsa da biz həftə Hava sonu həddindən çıxmalıyıq. artıq çox soyuqdur. Görürsünüz ki, belə Şaxta baba kimi geyinmişik. Hə, ki üşüməyək. Gedir indi bu xanım istədiyi yerdə biraz oynasın, əylənsin. Ondan sonra gələk evə. Kızlar deməli gəlinə qədər uşaqlar acdı. Oturdurduq yeməyə. Buradan da bunlara aparacağım oynamağa. Sonra da oradan bakım alacağım, bakımlar. Sonra da gedib oturacaq bir yerdə iftara. Bu çok relax uşaqdır da. Kızlar. İstərə bax. 9 manata düşüb. Sonra da qızlar endirimlər var. Pərvin baxır ki görsün özünə uyğun nəsə var. Şalvarlar çəkildə biliyorum sıxılır. Kızlar bu üst geyimiydi. 189'dan düşmüşdü ama mənim ölçüm bitibdi. Yoxdur. Belə jilet idi. Pərişin ölçüsü var idi. Bir ədəd qalmışdı ama mənim ölçüm yoxdur. Bitibdi ama çox qəşəkdir. Qəşəkdə indirimdədir. Zara'dadır. Crazy Mall Zara'dadır. Deməli Esnəm XS razmeri qaldı son. Artıq kızlar iftara az qalıbdı. Daha sonra Yavaş, yavaş. Daha sonra bunlara aparacağım oynamağa. Deməli kızlar gedəcəkdik Koronaya gedəs olmadıq. Gəldik ferma arka. Baxın ferma arka uşaq əyləncə mərkəzi tam ödəmişsiniz. Uşaqlar bizə girirlər, əylənirlər, oynayırlar. Siz də rahat oturub iftarınızı aça bilirsiniz və iftar menyuları göstərim sizə. Baxın iftar menyuları bugün bazar günü olduğuna görə bu menyu olacaq. Uşaqlar da burada əylənir. Dəfə yadımdan çıxır, yemək yeyilir, tutarır, sonra çəkirəm. Deməli, ana yeməkdə düyü ilə kababı idi, başqa seçim edə bilərdiniz. 20 manatdır ümumi meyvənin qiyməti. Meyvə şirələrim verirlər yanlarında, axırda çaynik verirlər. Salat olaraq baxan seçim var, kartof götürüldü, belə bir tabak verirlər. Yəni məzə kimi börək falan, yanında pendiri falan. Mən ümumilikdə belə bəyəndim. Biz əlavə olaraq da bir dənə də belə nar qovurması dedik. Əyləncə zalım olmağı da vaxt elə bizim üçün kulis oldu ki, uşaqlar sıxılmadı, işdə olmadı. Yəni ümumilikdə çox qəşəng, həqiqətən çox bəyəndik. Oradan qızlar Kərim nə qədər oynadısa tamamilə yorulmuşdu. Mən kimi də yatdı. Məryəm xanım da, Məryəm haradasın? Məryəm xanım da qızlar biz özümüz bunları satışını edirik. Nə olanda qoyur? Nə olanda? Allah'a qızlar bunların satışını edirik özümüz. Yenə də bu uşaqda da görür. Allah nə bilim. Girdik 2 dəqiqə bunu alçıqına gəlmişim. Buradan var ki, Məryəmə qalmağa. Sonra gene bakımlara, ana bakımlara. Ona göre bir tane şey aldım. Məryəm xanım, endirimdə qızlar. Burada belə bir sumka gördüm. Çok güzeldi de bunu almamışam. Böyle pembe olmasından Əl çəkməz ki, bunu istəyirəm. Ama çok güzel. Ama qəşəng qiymətə düşüb qızlar. 15 manata düşübdü, 5 manatda. 15 manat nedir? Sırf bu rəngi. Sırf pembe renk. Aldır özünə. Qız ki qız. Dekal kopkasını falan aldım. Qəşəng indirimlər var qızlar, var ki də. Gəlib baxa bilərsiniz. Çox gözəl güneşli hava var. İstedim Kərim'i düşürdüm, biraz hava alsın. Birazdan Lova da gelecek yanımıza. Bir iki işler var, onu həll edib gelecek. Güneşli hava olan kimi çalışırıq uşaqlar düşürdüb. Biraz hava alsınlar. Baxın, samakat sürükərim. Birinci velosipedini sürdü, indi deyir samakat sürürəm. Şu artıq özü öyrənib sürməyə. Kərim! Sənə aferin!
Sənə çata bilmədim mən. Neyirsən? Hə, qaqaş? Aferin sənə. Kazandın sən. Sen kalmadın ne orada? Hə, mən geride qaldım. Sənə çata bilmədim. Bizim görən Kərim hara getdi? İndi gelmesin. İndi gələ sürə. Mən edeyim, mən sürüm. Ben düzgün süreceğim. Ben düzgün süreceğim. Ben süreceğim. Sen de orada kararsan sür. Hə, qaydanda. Yaxşı, gəl. Ayağımı koydun ikisində. Koy getdik. Oy, yavaş yıkılmıştı. Sen sür, mən səni çəkim olar. Sür. Sürebilmem. Düzgün sür. Oradan padyom dedi ya, bırakan kimi özü gəlir. Ama belə padyomu qalxmağa çətinlik çəkir. Gəl. Ayağınla dəstək oldu özümə. Şimdi baxın görün Kərim necə sürür. Hə Kərim, davay, gittin. Aferin. Aferin Kərim'e bakın. Sen önüme bak Kərim, yıkılarsın. Aferin. Gözde, qaqaşı gözde. Ona çata bilmirəm mən. Mən sənə çata bilmirəm. Hədim. Hə, mən qaldım. Ne oldu? Ben sürtüm sen kaldın. Hadi sen kazandın da el ağzıma vurma. Ay sen aferin olsun. Sen güçlüsən, beləsən, belə. Deməli qızlar, axşama qəşəng belə bir salat düzəltdim. Əgər belə reseptlər sizə maraqlı olsa, deyin mənə, hər birini çalışacağam ki, düzəldən. Əgər maraqlıdırsa təbii ki. Çünki belə deyim də, mən vlogu sırf belə yemək reseptləri üzrə çəkmirəm. Elə belə, amma yenə də ümumi maraqlı olsa deyərsiniz, hazırlayanda sizlər üçün çəkərəm. Belə qızlar, 3 bacı da elədim. Baxın, 3 bacını bilmirəm siz necə eləyirsiniz. Bizdə bu şəkildə hazırlanır. Burada da supumuz var. Supun indi kartoşkada verəcəm qızlar. Bu Türkiyə mətbəğinin məşhur suplarından biridir. Şehriyeli çorba gedir adı. Bunu ətlə eləyəndə olur, toyuqla eləyəndə olur. Biz ətlə belə elədim. Bu şəkildə, əgər resepti, hansının resepti maraqlı olsa deyərsiniz. İnşallah növbəti dəfə hazırlayanda detaylı qəşəng çəkərəm sizlər üçün. Qızlar, burada 9-cu mikrorayonda yaşayanlar varsa bilər. Düşürük aşağı. Burada bizdə 9 supermarket var. Elə bilin ki, inanın ora bizim öz evimizdir. Yəni o qədər doğmadır bizə. Hə. Orada bütün işçilərlə, hər kəslə belə ailə kimiyik də. İndi bizi dəvət ediblər ki, gəlin orada. Deməli, nə paylayırlar Pərvin? Kösə gəlib ki. Kösə gəlib, çərşənbəyə görə. Kösa gelsene. Hediye paylarlar. Gelip salam versene. Gedirik ora. Məryəm xanım gedir ora hədiyəsini götürməyə. Kərim bəy atası iləndir. Görək çatsa gələcək o da. Salam. Meryem, hangi güzel Meryem? Sen misin? O saklama olur. Bu sakalları sakla. Bu kösa. Et kuyruk için saklama kösa. Ben kimeyim? Ha? Keçen. Naz başında. Gel gidelim. Gel gidelim. Hadi gidelim. Gel. Dolarımız var. Meryem. Geldin şu adama. Gel Meryem. Siz yapın. Gel. Meryem. Nohut paylaşlar mısın? Nohut seversen. Nohut paylaşlar. Ev yok. Başka ne kadar? Ev yok. Ne olar ki? Nohut fazla kadar paylaşlar. Değil mi nohut? Ha? Ben değilim. Aa, yapıyorsun o zaman. Neydi? Çok değişik. Bilirsen mi? Nereden ben sana yaşlıyorum. Değil. Gel mi değişik? Ne değişik? Atası kösağa gelsene. Gelip salam versene. Sönmüzene doldursana. Kösak yola sana. Kuyruğu. Sakla it kuyruğu. Kösak it oyun eyler. Kuzluk oyun eyler. Yıkar bayram korsasın. Her yerde bayram eyler. Sıra bende. Ne kadar yaşlı. Ben de yaşlı yese.
Üşüdüm ay üşüdüm. Ben alma taşıdım. Almalarımı aldılar. Mənə gülüm verdiler. Mən cürümdən pis adam. Dərin quyu qazanım. Dərin quyu beş keçi. Hanı bunun erkəci. Erkək qazanmışında hayır elədim gəlmədi. Cürüm verdim yemədi. Cürüm qazanda qaynar. Qəmbər bucaqda oynar. Qəmbər getdi yoluna. Efendim ben nasıl yaşlı dedim? Sen o yaşlı değil mi? Eyv yok ben yapayım. Hala çok sağ. 59 var. Sen de var. Sen de başka. Bir soru iyi açar. Gel sen de gel. Hadi nerede otur? İsmail? İsmail? İsmail. Aa ne var katma İsmail? Adı ben sana değil. Ben nasıl istedim? Uşaklar gelin buraya. Bak. İndi hasma yapma. Yanlış bayram geldim. Günler değil. Bir ses var. Sen bir sen. Hadi ben bak. Aa İndi o çarşambası. Bir çarşambası var. Sen bir sen. Hadi güzel. Bir çarşambası var. 5 tane. 5-10 daha ekliyorlar. Bak ya sayacağım. Su çarşambası, o çarşambası, yer çarşambası, toprak çarşambası, bir tane de var. Yalancı çarşamba. Yalancı? Ay çaktırma kapat yalancı çarşamba. Onu sen bilirsin. Sen bayram bir yalancı. Sen bile değil. 4-5'inci sene güzel yalancı çarşamba. En birinciyi o gel. Ondan sonra artık su, o, toprak ve yer çarşamba verecek. Ay İsmail. Sen de yapalım. Hiç olmuş bayram verirsen. Nomuza neyin iyi? Kullanırlar. Kullanırlar. Ne kullanırlar? Bir de kullanırlar. Bak Ayça sen. Tanışıyorum. Ne nomuza alsan der. O çarşambasında bahsediyorum. Onu şöyle. O çarşambasında tongalın içinden kullanılıyor. Benim sınıflarım tongalda yansın. Tongalı pamuk ne? Tongalı böyle. Hop üstüne atlanır. Atlamsa neyiz? Papa açıkla kapıyı başka hediyeler görmeye. Bakın yaxşı niyetli söz işləyirsə, deməli bizim həmliyimiz çox yaxşı gedir. Bəlkə kusura görür. Mən hələ kusura gerek kusura gedir. Hə? Sosu yapsa verin kapı. Bu kısma gideyim. Gerek yanlışlıkla. Niyetim kaza yoksa yok. Yeni gelmişler. Bak göze bak bize. Hadi daha var. Yemeğe bakın gelin. Ay İsmail. Borcuz var. Şaşırma bak. Süper'de basın olursa ne olur? Sen önce isteyin. Ay saç yapma başını sen. Yemiş. Başını bakamadı. Meryem əksəslərə qarşı əsasən yaxın durduq eşiyən uşaqlıqdan belə yəni. Mesela benim koyduğum bir kadar var. Tarihte gidecek zaten. Biraz karşısına olma karşısına. Aile için hediye alacak biz taraftarlı. O da aileden yani. Kız karşısı da arkadaşlar olması da aileden değil. Ay sağ ol. Bak İsmail. Bizim bayramımızın her nimetini. Böyle başka geçmiyor. Tatil imkanı. Şuların uzağına gelip ressam. Bizim babalarımızla bayram çünkü. Ben yaşlı. Bunda yok çünkü bu suarı var. Köyde olur. Ne olur? Ay sağ ol. Yaşa olsun. Şimdi bu oldu. Baba. Yapma. Dur buraya. Şuna bak. Ne? Bir de ben. O da çok bir de ben değil. Bizim bayramımızda bir adet var. Tamam çok sevdiğim. Gel. Bizim bayramımızın en güzel adeti yumurta dönüşü bende. Yumurta dönüşü siz değil. Ne dönüşü? Sen beni gör dönüşü. Ben İsmail'e. Bir de ben. Sen de alırım sen. Ya sen bu sen de oy maşallah. Oy bak. Sayın mı? Kimin de yazsın? Barışın bayramı. Bayramın üstünəsə, iki də kişi birbirdən barışar, birbirdən dost olur. Sizə bir də dost görüm. Ələ sıçın. Hop, ələ sıçın. Hop. Ay sağ, bugündən sonra İrfan'la Məryəm oldular dost. Alkışlar. Ay dostlar. Bir sana biraz yaşasın. Dostlar, indi bizim kafa yapmış. Gözler sizi bir kafalarız. Ay sen de bir yedi yer. Neye sağ? Ne yapıyor? Sana deməli bir kafamız var. Komşularımız, kimi ticarımız, kola, sprayla falan aldığımız vaxtı. Çekince gösterirsiniz ve bizim bir şakamız var. Ne çəksə səndiyə var. Buradan da 3 kağıt çəkirsiniz. Ne çıxsa onu biz səndiyə. Bakmak istəyirsiniz, olmalı. Qəşəng satış taktikası. Bayramlar eski bir. Buyurun, kim yapıyorum. Siz sərbi şartı var. Onun qapaqlarında gəncin onda verirlər, hə deyəsən? Burada da verirlər. Kapak getirirsiniz. Onunla biz de hediye alırız. Bizim kafa yapısı sadece 2 yarımlık olan sprayla yapılan alırsınız. Buradan hediye getirebilirsiniz.
Veysel bak bak bak. Bak bak. Bu soruyu ben de özellikle bu da biraz. Bak bu olan şey yani. Ben de zamanı. Burada. Demeli. Çok harika. Hediyeleri kapatacağım. Aslında ne yazmışlar? Aa gel almış ya. Hop Meryem. Götür bunu səhərki. Bu bayram Meryem. İnşallah qələmlə gözəl bizə diqqətlər varsa, Allah izin görməsi çəkirsən, bunu da qətlən. İstəyirsən. Oldu mu? Görüşək Meryem. Rifat sen de vur. Hop Meryem. Görüşək. Səni hər hədiyyə al götürün oturan tonu. Bu nədir? Onun içində nə var? Bu bizim səs soğanımızın kolonkamızdır. Buna papaqlarımız, qələmqamımız, çantalarımız, bloklar, qələm və dəftərimiz əliyədir. Aha. Orada özüm götürürüm. Harika olacaksın sen de olmasa. Onu şey Hayır, seçmek istiyorsan. İstiyorsan tek seç. Aha görün ne bak. Yok, açın görev ne çıkar. Ne çıktı? Pul çantası hayırlı olsun. Nasıl bu çantası? Bu. Bəli. Ne geçti? Kırmızı. Sen de giyimini tam uyum. Çok sağ olun. Siz sağ olun. Allah aşkına. Koy paketteki. Koy paketteki. Al kızım. Beğendin mi aşkım? Şirke gidelim. Sağ olun. Sağ olun. Sağ olun. Bayramınız mübarək. İndi beğendin aşkım. Deməli, mən bildim ki, qızlar əvvəl gələn Məryəm ürəyici olmadı. İstədi başqa hədiyyə qazansın. Coca-Cola şirkəti də sağ olsun da, yəni hədiyyə adı altında bizə pul xərclədi. Nəysə. Əsas odur uşağımız əylənsin. Ona görə getdim, birini də aldım. Qızın pul çantası qazandım. Çok beğendim ben. Maması qurban. Onun qapaqlarını da verib qızlar qəşəng çaşqalacaq. Hayır can. Ana ana paltar yerlərdə Coca-Cola'lı kopla alabilirik bundan da. Alaram aşkım. Yani Alar. Coca-Cola aşağıda. Olar, alaram. Alaram aşkım. Haydi. Coca-Cola dolapdan Coca-Cola ayakkabı. Tamam. Şö, indi kızım çıxaq evimizə, mama qurban. Yazımızı yazaq. Olar elə Məryəm. Çıxaq evə yazımızı yazaq keçək. Tamam. Vay. Merhaba. Məryəm xanım gedir tonqala. Tonga. Peki kaçta? Az kaldı. Ne yakışıyor bu? Əziyyətə tonqaldı ama evi yoxdur. Evi XL ölçüdü. 4 yüksel. Kerim gitti de sen neresi? Ha gitti de sen de bunu da Git. Korkma deden kucağında. Git deden kucağında. Git deden kucağında bak. Çok şükür. Sonu faciayla bitmez. Bir şey patladılar Lino'da. Bir şey patladılar. Bəzi yalancı fişək ama evi yoxdur. Yok. Daha böyle. Adam çok Məncə də hoppan Fərdin. Məncə də hoppan bacı. Hamı gidenden sonra beni. Maraq qaldı bacı 90-cı illərin uşaqlarında. O 90 ne kalsa 90'cı illerden kaldı. O bu Arkadaşlar tongal telefonda koy telefonsuna o şey değil. Məryəm pijamasına baxın. Diye Ronaldo burada bak dede diye. Dedeye bak.
Gəldik qızlar videomuzun sonuna. İnşallah videomuz sizin üçün maraqlı oldu. İnşallah ki bəyəndiniz. Bir də burada nəzərinizə çatdırmaq istəyirəm ki, burada yorumlardan ən çox az yaşlılardır. Mən baxıram. Az yaşlı xanımlar çox xahiş edirəm. Yəni bizim WhatsApp nömrəmiz iş nömrəsidir. İşlə bağlıdır. Çalışın ki, ora yersiz işdən kənar nələrsə yazmıyor. Mən də sizi çox sevirəm. Mən də görürsünüz ki, bacardığım qədər, əlimdən gəldiyi qədər yorumlarda sizinlə söhbətləşirəm. Hər birinizə cavab da yazıram. Rəylərinizi sabitləyirəm. Nə bilim, like eləyirəm. Geri dönüş eləyirəm. Amma iş nömrəsi mənim işim üçümdür. Yəni siz ora yersiz Lola xanım, Saadət xanıma bunu deyil. Lola xanım, mən falan şey istəyirəm. Lola xanım, mənə o SMS yaz, mən onu çəkim, paylayım. Bu kimi şeylər yazanda artıq mən işimlə məşğul ola bilmirəm. İşimlə bağlı olan bütün mesajlar düşür aşağıya. O hamısı itir batır. Bəli, 2 qat mənə əziyyət olur. Çox xahiş edirəm. Bir-birimizə qarşı anlayışlı olaq. Başa düşürəm, mən də sizləri sevirəm. Hər biriniz mənim üçün dəyərlisiniz. Amma çox xahiş edirəm, o barədə anlayışlı olaq. Biz təkik, siz çoxsunuz mənim. Yəni, yetəri qədər onsuz da belə deyim də, balaca uşaq işimiz, inanın ki, çatdıra bilmirik. Üstünə də elə belə deyim, işdən kənar, yersiz suallar gələndə, yersiz mesajlar gələndə artıq bu bizi yorur. Mən onsuz da YouTube üzərimdən sizlə danışıram da, vloglar bölüşürəm də, rəylər də yazıram da, sabitləmə eləyirəm də, əlimdən gəldiyi qədər. Hətta aktivlik yarışı belə görürsünüz ki, edirəm ki, hədiyyələr qazanasınız. Bir də burada bir çoxları yazıb ki, baxıram, məndə o bəxt nə gəzir falan filan, mən qazanmaram, elədir, belədir. Hətta bir neçə xanım nənə yazıb ki, mənim imkanım çatmır, nə olar mənə hədiyyə ver. Odur, budur. Valla qızlar, mən özüm də imkanlı biri deyiləm. Yəni mənim maddi cəhətdən imkanım bilmirəm də kənardan necə görünür, amma yəni özümü ancaq idarə edə bilirəm. 2 dənə uşaq saxlayıram, 2 dənə körpü uşağım var mənim də. Yəni hər kəsin belə deyim də, əlbəttə ki, mən milyoner olsam, niyə bu işdə ki, əgər milyoner olsam, gecə, gündüz, səhər saat belə deyim, sahur vaxtına qədər ambarda niyə sabaha açım ki mən? Mənim də ehtiyacım var deyə işləyirəm də. Yəni ehtiyacım olmasa necə? Siz də mənim kimi bir xanımsınız. Baxın, motivasiya yığın. Siz də evdən satış eləyə bilərsiniz. Siz də öz ayaqlarınızın üzərində dura bilərsiniz. Yəni məsələn, mən işləmirəm, mən yoldaşımın əlinə baxıram. Mən də istəsəm yoldaşımın əlinə baxmağı seçərdim. Amma görürsünüz, seçmədim. Mən işləməyi seçdim, özüm öz pulumu qazanmağı seçdim. Yəni əziyyətli bir yol da olsa, bu yol mənim üçün xoşdur. Çünki bu yolu mən özüm seçmişəm. Ona görə də çalışın ki, o şeylər deməzdən əvvəl düşünün ki, bizim məsələn deyirəm, mən bunu elə açıq da deyim. Deyin ki, mənim Loladan haram əksikdir ki. Mən Loladan bəyəm əksiyəm ki, o işləyirsə mən niyə işləyə bilməyim ki? Mən də lap qəşəng işləyərəm də, hələ ondan artıq qazanaram da. Yəni çalışın ki, bu şeylərdə həmişə belə deyim, yaxşı mənada rəqabət aparın həmişə. Belə, bir də o mənim mən burada imkansız şəxslərə pulsuz kosmetika göndərsəm qızlar, onda gələk bütün işimi, gücümü, çörəyimi atım. Ancaq belə deyim də, o kosmetikaları paylayım. İmkanı olmayan şəxs onsuz da insandan kosmetika istəmir. Yəni belə deyim də, elə şəxslərin heç kosmetika ümumiyyətlə yadına düşmür. Həmişə ya balaları üçün bir yardım istəyirlər, ya nəysə də demək istədiyim odur. Ona görə çalışın, o tip şeylər yazmayın. Bu aktivlik yarışı da hər ay mən bunu keçirdəcəm. Hər ayda 2 dənə qalib seçəcəm. Yəni burada çətin bir şey yoxdur ki, o 2 xanım və mənə yazmışsınız ki, çoxunuz, mən Instagramım yoxdur, necə eləyim? Onsuz Instagram üzərində keçirilən bir yarış deyil ki bu. Bu YouTube üzərindən keçirilən bir yarışdır və YouTube'da seçirəm mən qalibləri. Heç Instagrama bunun adiyyatı belə yoxdur. Hər ayda eləyəcəm, hər ayda YouTube'dan 2 dənə qalibi seçəcəm. İnşallah vlogumuz sizin üçün maraqlı oldu. İndi keçməliyəm. Baxın, saat iftarımızı açmışıq, saat 10'a işləyibdir. Bu saatda hamı evində oturur, çayını içir, kinosuna baxır, dincəlir. Amma vallahi mən bax, indi gedirəm işə, iş başına. 8 Mart'da indidən də bütün izləyicilərimi 8 Mart Qadınlar Bayramı münasibətilə təbrik edirəm. 8 Mart'dır. Gedirəm müştərilərimin sifarişlərini yığam. İnşallah gecə gələndə də saçma filan qəşəng maska çəkəcəm, üzümə maska eləyəcəm. Əgər alınsa, vaxt eləsəm, onu da növbəti vlog üçün çəkib sizlərlə bölüşəcəm. Öpürəm sizləri qızlar. Hələlik.